Salam əziz izləyicilər. Bu dəfə sizə Xalqlar Dostluğu metrosuna yaxın parkın yanında Minsk layihəli binada 2 otaqdan 3 otağa düzəlmə mənzil təqdim edirik. Hal-hazırda mənzilin qonaq otağındayıq. Orta təmirli mənzildir. Nə əşya görürsünüz, hamısı qiymətə daxildir. Mənzil 3 otağa düzəlib, mətbəx eyvana keçirilib. Belə əşyalar hamısı normal vəziyyətdədir. Mənzili alıb rahatçılıqla 500 manata kirayə vermək olar. Qapı pəncərə plastikdir. Bura mənzilin yataq otağı. Belə təmir ümumilikdə orta təmirdir. Parka baxır. Burada görünüşü Heydər Əliyev parkına baxır. Qaz, su, işıq daimidir. İstilik sistemi mərkəzi istilikdir. Keçək sizə mən sanitar qovşağı göstərim. Mənzildə sanitar qovşaq ayrıdır. Bura sanitar qovşaq, bura hamam hissə. Burada uşaq yataq otağıdır. Mətbəxdir. Keçirdiblər, uşaq yataq otağı eləyiblər. Əziz izləyicilər, gördüyünüz bu mənzilin sənədə çıxarış, qeydiyyatda heç kim yoxdur, boş mənzildir. Qiyməti 116.000 manatdır. Alqı-satqı günü təhvil veriləcək. Kimin əlavə sualı olsa buyurub zəng edə bilər. Sağ olun.